Etmək lazımdır ki, artıq münasibətlər o pik həddinə çatıbsa və siz çıxış yolu yalnız boşanmada görürsünüzsə, o zaman gəlin kiçik bir praktikanı sizə təqdim edim. Bu praktikanı bir həftə ərzində tətbiq edin. Baxın görün münasibətlərin ritmi hansı formada dəyişir. Çünki boşanmaq hər gün olar. Yəni siz istədiyiniz vaxt bunu edə biləcəksiniz. Qırıb dağıtmağa nə var ki? Amma əgər münasibətlərin özəlliyində bir bağlılıq varsa, sizi birləşdirən bir dəyərlər varsa, ailə modeli artıq formalaşıbsa, sadəcə olaraq heç cürə bir yerdə qalmağa imkan tapa bilmirsinizsə, alınmırsa, alındıra bilmirsinizsə, o zaman bax bu sadə bir texnikanı yerinə yetir. Qəti şəkildə şikayət etməyəcəksiniz. İçinizdə burulğan olsa belə susun, danışmayın, şikayət etməyin. Çünki daxilinizdəki olan ruh halınıza, emosional sabitliyə nail olmalıyıq. İkincisi, tənqid etməyəcəksiniz. Çünki siz nə qədər tənqid etsəz də problem düzəlməyəcək. Zaten münasibətlər kritik bir nöqtəyə gəlib çatıb. Üçüncüsü də öz addımlarınıza, dediyiniz hər hansısa bir sözlərə, əməllərə görə özünüzə bəraət qazandırmayacaqsınız. Yəni, müdafiə olunmaq üçün qarşı tərəfi vurmaq prinsipindən dönəcəksiniz. Bax, bu vərdişləri, ping-pong oyununu bir müddət dayandırın. Bir həftə emosional sabitliyə nail olun. Məhz bundan sonra biz psixoterapevtik təhlil yolu ilə araşdıra bilərik. Problemimizin kökündə duran səbəblər nədir? Maraqlıdırsa, qrup şəklində, istəsəniz fərdi və yaxud da güclük seanslara müraciət edə bilərsiniz. Amma qəti şəkildə emosional olaraq hər hansı bir qərar verməyə tələsməyin.